Sabahınız xeyirli olsun. İlkin məlumatlar ondan ibarətdir ki, təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Ruben Vardanyan bugün də məhkəmə qarşısındadır. Bir neçə dəqiqədən sonra onun barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesində növbəti baxış iclası başlayacaq. İlkin məlumatlara görə bugünkü iclasda da zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verəcəklər. Onlar Ermənistan dövlətinin, onun vəzifəli şəxslərinin, silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzkar müharibə aparmaqdan ötürü yaratdığı cinayətkar birliyə Ruben Vardanyan da qoşulduqdan sonra törədilmiş cinayət hadisələri zamanı zərər çəkən insanlardır. Onlar məhkəmə prosesində hansı şəraitdə, harada zərər çəkdikləri barədə ifadə verirlər. Təqsirləndirilən şəxs Ruben Vardanyanın isə bugünkü iclasda ifadə verib-verməyəcəyi hələlik bəlli deyil. Qeyd edək ki, iclasın ilk iclasdan başlayaraq, prosesin ilk günündən başlayaraq Ruben Vardanyan məhkəmədə ifadə verməkdən imtina edir. Amma buna baxmayaraq demək olar ki, bütün iclaslarda həm onun özü, həm də onun vəkili müxtəlif vəsadətlərlə çıxış edirlər. Onların vəsadətləri isə qanun çərçivəsində, hüquq çərçivəsində olan vəsadətləri isə təmin olunur. Qeyd edək ki, Ruben Vardanyanın məhkəmə prosesində hüquqlarını özünün seçdiyi vəkili müdafiə edir. Həmin vəkil eyni zamanda onun hüquqlarını istintaq zamanı, ibtidai istintaq zamanı da müdafiə edən vəkilidir. Məhkəmə prosesində həmçinin çoxsaylı zərərçəkmişlər həm də zərərçəkmiş qismində əyləşirlər. Görüntülərdən də göründüyü kimi bugünkü iclasda da çoxsaylı zərərçəkənlər iştirak edəcəklər. Artıq onların qeydiyyatı aparılır və qeydiyyat aparıldıqca onlar prosesin keçirildiyi Bakı məhkəmə kompleksinin inzibati binasına daxil olurlar. Həmçinin bir neçə dəqiqə bundan əvvəl təqsirləndirilən şəxs Ruben Vardanyan da prosesin keçirildiyi Bakı məhkəmə kompleksinə gətirildi. Eyni zamanda onun müdafiəçisi də artıq buradadır, iclas salonundadır. Ruben Vardanyan isə özünün istəyinə uyğun olaraq ona rus dilində tərcüməçilər ayrılıb. Proses açıq keçirilir, media nümayəndələri də iştirak edir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatları çatdıracaq. Hələlik isə Bakı məhkəmə kompleksindən bu saata çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.